Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Əvvəla qardaşımıza biraz dua eləyək. Allah azza və cəllə ona, evinə, əhlinə bərəkət versin. Allah azza və cəllə bu məclisimizi xeyirlə zikr olunan və həmçinin mələklərin qanadları altında olan cənnət bağçaları olaraq Allah Resulü sallallahu aleyhi və səlləmin adlandırdığı məclislərdən etsin. Əmin. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Mə min qavmin yəqumuna min məclisin lə yəzkurun Allah Teala fihi illə qamu an misli cifəti himarin. Bir qövm bir araya toplaşar, orada Allah azza və cəlləni zikr etməmiş qalxarsa, uzun qulağın leşi üzərindən qalxmış kimi olar. Və bu böyük bir xüsrandır. Və Allah Resulü sallallahu aleyhi və səlləm baxırıq ki, zikr edilmədən qalxılan məclisləri uzun qulağın leşi üzərindən qalxmış kimi vəsifləndirir. Və bu əslində insanın fitrətinə zid olan iyrənc bir görüntüdür ki, uzun qulağın leşinin ətrafında toplanmaq. Bunun bu şəkildə təsvir edilməsini alimlər buyururlar ki, bu Allah və Rasulü qatında çirkin bir əməl olduğu üçün zikirsiz məclisdən qalxmaq. Ona görə də bu şəkildə insanın fitrətinə zid olan bir şəkildə vəsifləndirilmişdir. Ona görə biz də həmişə Rəbbimizdən diləməliyik ki, Allah azza və cəllə bizi toplananda bir araya toplanan və toplandığımız zaman da Allahın rızası üçün toplanan qullarda etsin bizi. Əmin. Həmçinin Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Allah azza və cəllə dedi, vəcəbət məhəbbəti lil-mütəzəvirinə fiyyə vəl-mütəcəlisinə fiyyə vəl-mütəhabbinə fiyyə vəl-mütəbədirinə fiyyə. Məhəbbətim mənim üçün bir-birlərini ziyarət edənlərə, mənim üçün məclis quranlara, mənim üçün bir-birini sevənlərə və mənim üçün bir-birlərinə arxa dayaq olanlara vacib oldu. Yəni, zikir məclisi elə bir məclisdir ki, gözəl qardaşlarım, həm Allah azza və cəllənin burada bizlərə vermiş olduğu böyük əcirlər var, həm Allah Resulü sallallahu aleyhi və səlləmin təşviqi var. Baxın, yəni Rəbbimiz nə buyurur? Məhəbbətim onlara vacib oldu. Yəni, zikir məclisləri Allah azza və cəllənin razılığını, sevgisini, məhəbbətini qazanmağın ən gözəl yollarından birisidir. Ona görə zikir məclisi varsa, Allah həmd olsun, orada iştirak eləmək lazımdır, yığışmaq lazımdır. Zikir məclislərindən, belə deyim də, maksimal dərəcədə faydalanmaq lazımdır. Bu müqəddimədən sonra bir əsas mövzu olaraq keçmək istəyirəm ki, imanı artıran səbəblərə. Yəni, Allah həmd olsun, iman Allah azza və cəllənin qullarına vermiş olduğu ən gözəl nemətlərdən birisidir. Ancaq Allah azza və cəllə bu neməti verməklə bərabər bu neməti qorumağın yollarını da bizə öyrədib. Nemət verilib, Allah həmd olsun. İman gətirmişik, Allaha iman gətirmişik, Rasuluna iman gətirmişik. Hər gündə buna şükr edirik, həmd edirik. Amma Allaha və Rasuluna iman gətirməyin ən böyük və ən gözəl nemət olduğunu bizlərə öyrədən Rəbbimiz həmçinin öz dinində, Rasulunun dili ilə bizlərə həmin o imanı necə artırmaq lazımdır, necə qoruyub saxlamaq lazımdır, onu da bizə öyrədib. İndi Allah azza və cəllə bunun əslində səbəblər çoxdur. Mən də gücüm çatan qədər bir neçəsini zikr eləməyə çalışacağam. Bunlardan birincisi, əziz qardaşlarım, Allah azza və cəlləni zikr eləməkdir. Ən birincisi Allah azza və cəlləni zikr eləməkdir. Baxın, sahabədən biri Allah Resulü sallallahu aleyhi və səlləmin yanına gəlib deyir ki, Ya Resulallah, İnnə şəra'il İslam qad kəthurət aleyyə, fəəxbirni bir şeyin ətəşəbbətülə. Ey Allahın Resulü, şəriətin hökmləri bizim üzərimizə çoxaldı. Mənə elə bir şey öyrət ki, ondan bərk-bərk tutunum. Baxın, sahabənin dərdinə baxın, necə gözəl bir dərddir. Əlbəttə ki, Rasulullah sallallahu aleyhi və səlləm yaşayarkən ayətlər nazil olurdu, hökmlər öyrənilirdi, əmirlər, qadağanlar hələ də gəlməyə davam edirdi. Əlbəttə, həmin sahabə çətinlik çəkir. Hər gün artan əmirlər, qadağalar nəticəsində çətinlik çəkir. Və tənbəllik eləmək yerinə gəlib Allah Resulü sallallahu aleyhi və səlləmə deyir ki, mənə elə bir şey öyrət ki, ondan bərk-bərk yapışım. Yəni, soyumayım da dinimdən üstün olun. Və Allah Resulü sallallahu aleyhi və səlləm ona bir şey öyrədir. Deyir ki, Lə yəzəl lüsənikə rətbən bil zikrilləhi teala. Dilin daim Allahın zikri ilə islah olsun. Yəni, daim Allahı zikr elə. Allahı zikr etdiyi müddətcə qula Allah azza və cəllənin halallarını yerinə yetirib haramlarından çəkinməyə asanlaşar. Baxın, gözəl qardaşlar. Ona görə Allah Resulü sallallahu aleyhi və səlləm həmin sahabəyə öyrədir ki, dilin daim Allah'a zikr eləsin. Qəlbin sıxılır, Rəbbivi zikr elə. Səfərə gedirsən, Rəbbivi zikr elə. Evdə oturmuşsan, Rəbbivi zikr elə. Və zikirdən də qəsd sadəcə dillə edilən deyil. Bütün ibadətlər
zikri əhatə eləyir. Necə Allah Azza və Cəllə Ankabut surəsində buyurur ki, "Utlu ma uhiyə ileykə minəl kitab və aqimis-salah. İnnes-salate tenha anil-fahşai vel-munkar və lezikrullahi akbar." Rəbbindən sənə vəhy olunanı, kitabda sənə vəhy olunanı insanlara danış və namaz qıl. Şübhəsiz ki, namaz insanları pis və çirkin işlərdən çəkindirər. Allahın zikri ən ucadır. İmam Qurtub Rahimullah buyurur ki, Allah Azza və Cəllə burada ilk öncə namazdan başlayır. Namazı qıl deyir, namazın insana verdiyi xeyirlərdən danışır və sonra deyir ki, Allahın zikri ən ucadır, ən uca zikir elə namazın özüdür. Görürsün, namaz da bir zikirdir. Namaz da insanı xeyirlərə, ən uca zikrə doğru aparan bir vasitədir. Ona görə zikir deyəndə sadəcə qəsdim o deyil. La ilahe illallah kəlməsini söyləmək, subhanallah, elhamdülillah. Yəni bir çox şey zikirdir. Məsəl üçün Şeyx İbn Baz Rahimullah'a soruşulur ki, Şeyx bəzən biz ibadət niyyətinə deyil də adətə görə deyirik, əsəbləşəndə subhanallah deyirik və nəsə bir qəza halı görürük və başımıza bir şey gəlir, elhamdülillah deyirik, la ilahe illallah deyirik. Bu zikrə daxildir yoxsa? Deyir, əlbəttə ki, daxildir. Qul zikr eləyir ki, bunları dili ilə izhar eləyə bilir də. Əgər qul başına gələn müsibətlərdə söyüş söyəndirsə, nankörlük eləyənsə, deməli bu zikir əhli deyil. Əgər adət halında belə bunları zikr eləyə bilirsə, deməli qul zikir əhlidir ki, bunu dilindən çıxardır və burada birbaşa ibadət niyyəti olmasa belə, adət halında olsa belə yenə bu Allah'a zikr etməkdən sayılır. Yəni, düşünün, subhanallah. Belə görsən, bir hədisi və bir şeyxin alimin fətvasını oxuyursan, sonra dalınca subhanallah deyirsə, bu belə deyil zikrə sayılır. Yəni şərt deyil də zikrin heç bir vaxtı yox. Necə Ayşə radiyallahu anhə buyurur ki, Allah yazkurun Allah'a kullu ahyanihi. Allah Resulü sallallahu aleyhi və səlləmin vəsfini verəndə buyurur ki, o hər halında Allah'ı zikr edirdi. Yəni onun Allah'ı zikr etmədiyi bir halı yox idi. Və bu gün də bu bizim üçün Allah həmd olsun həqiqi mənada asanlaşmış bir şeydir. Bu gün adi əlimizdə olan Müsəlman Qalası kitabında yatanda, duranda, geyinəndə, soyunanda hər cür zikir vardı, Allah həmd olsun. Müsəlmana düşən nədir? Yavaş-yavaş bunları əzbərləmək və günlük olaraq zikirlərlə qəlbini islah eləməkdir. Həmçinin Allah Azza və Cəllə Əl-İmran surəsində buyurur ki, "Fəzkuruni əzkurkum." Məni zikr edin ki, mən də sizi zikr edeyim. Said ibn Cübeyr rahimehullah birisi tabiinin böyük alimlərindəndir, İbn Abbasın tələbəsidir. Buyurur ki, qulun Rəbbini zikr etməsi, Allah Azza və Cəllənin əmirlərini yerinə yetirib qadağanlarından çəkinməklə ona itaat eləməsidir. Allah Azza və Cəllənin qulunu zikr etməsi isə qulu itaat edərkən düşdüyü günahlara görə ona məğfirət etməsi və onu bağışlamasıdır. Allah həmd olsun. Yəni, əlbəttə biz bilirik ki, qul günahkardır, mütləq nə qədər itaat eləsə də ömrünün dövrlərində hardasa üsyan olur, hardasa günahlar olur. Və amma itaətə cəhd eləməsi, Rəbbini zikrə cəhd eləməsi onu göstərir ki, Allah Azza və Cəllə də onu zikr eləyəcək. Yəni, onun günahlarını o itaət əsnasında, cəhdə əsnasında elədiyi xətaları bağışlayacaqdır. Yəni, Allah Azza və Cəllə Münafiqun surəsində buyurur ki, "Ya eyyuhəl-ləzīnə əmənu la tulhikum amwalukum və la avladukum an zikrillah və men yef'al zalika fa ulaika humul xasirun." Ey iman gətirənlər, övladlarınız və mallarınız sizi Allah'ı zikr etməkdən alıqoymasın, geri qoymasın. Kim belə edərsə, o xüsran içərisindədir. Baxın, Allah Azza və Cəllə bizə dünyanın ən böyük məşğələsini burada misal çəkir. Hər birimizin məşğələsi əslində nədir? Ailədir də, ailə övladdır. Yəni, nəyə görə işləyirik? Ailə övlad üçün, ruzimizi evə gətirmək üçün, onların rahat yaşaması üçün. Bu ailəyə edilən bu ruzinin özü bir sədəqədir, özü bir xeyirdir, bu özü bir fəzilətdir. Buna baxmayaraq Allah Azza və Cəllə ayətində bunu belə zikrə mane olmağa əngəl qoyur ki, bu belə sizə zikrə əngəl olmamalıdır. İşləyirsən, Allah həmd olsun, çox gözəl. Amma bu sənə bir maniyə olmamalıdır ki, sən hansısa zikirdən yayınasan ki, mən işləyirəm. Namazdan yayınasan, səhər axşam zikirlərindən yayınasan və o qədər zikrin növləri var ki, hər hansısa birindən yayınasan ki, mən işləyirəm. Bu doğru bir şey deyil. Yəni, dünya həyatı əsla bizim qarşımızda bir əngəl olmamalıdır. Həmçinin Allah Azza və Cəllə Nisa surəsində buyurur ki, münafiqlərin vəsiflərini verərkən buyurur ki, "Lə yəzkurunallaha illə qalilə." Onlar deyir, Rəblərini ancaq az zikr eləyərlər. Möminlərə isə Əhzab surəsində buyurur ki, "Ya eyyuhəl-ləzīnə əmənu zkurullaha zikran kəsira." Ey iman gətirənlər, Rəbbinizi çoxsa zikr edin. Baxın, Allah Azza və Cəllə münafiqlərdən danışarkən onların Allahı heç zikr etmədiyindən danışmır. Diqqətlə deyir, onlar Allahı az zikr eləyərlər. Hətta
Əli radiyallahu anhuya xavariclər barədə soruşurlar ki, onlar münafiqlərdir. Deyir, yox, münafiqlər Allaha az zikr edirlər, onlar isə Rəblərini çox zikr edirlər. Yəni, münafiqlərin zikir barədəki məsələni həm Allah Azza və Cəllə, həm sahabə, Allah Resulü sallallahu aleyhi ve sellem gözündə buyur ki, onlar Allaha az zikr edirlər. Möminlərə yaraşan vəsif isə Allah Azza və Cəllə Əhzab surəsində buyurur ki, Allahı çoxca zikr edin. Çünki bizim gözəl qardaşlarım, qurtuluşumuz zikirdədir. Sıxıntılardan qurtuluşumuz, çətinlik, hamı da olur. Elə bir dövrə olur ki, insan həyatında. İnsan bəzən ibadətlərindən uzaqlaşır, Rəbbindən uzaqlaşır. Bəzi əhkamları yerinə gətirmək ona çətin olur. Bəzən imtahanlarla qarşılaşır. Tutaq ki, məsəl üçün, gənc qardaşlar var, o qədər mənə sual verirlər bu barədə ki, tutaq ki, evlənəcəm, içkili, çalğılı toy, valideynlərim məni məcbur edir, mən neyiniyim? Onların hamısına mənim dediyim nədir? Allah'a zikr elə, qardaş. Rahatçılığı orada tapacaqsan. Allah'a zikr elə, Rəbbə dua elə, Rəbbindən istə. Bir də görəcəksən ki, Allah Azza və Cəllə sənin valideynlərin də qəlbinə salacaq. Haradasa səndən nədəsə razılaşacaqlar. Yəni, Allahdan istəyəndə, Allah'a zikr eləyəndə, əlhamdülillah, görürsən ki, işlər həqiqi mənada rahatlaşır. Həmçinin Allah Azza və Cəllə Ali-İmran surəsi 189 və 190-cı ayətlərdə buyurur ki, İnnə fi xalqis səməvati vəl-ardı vaxtilləfil leyli vən-nəhəri li-əyət li-ulil əlbəb. Əllezine yezkurunallaha qiyamen və qu'udan və alə cunubihim. Şübhəsiz ki, yerlərin və göylərin yaradılmasında, gündüz və gecənin bir-birini əvəz etməsində ağıl sahibləri üçün ibrətlər vardır. Onlar ayaqda, oturulu və uzanlı şəkildə Rəblərini zikr edirlər. Baxın, görürsünüz, Allah Azza və Cəllə ağıl sahiblərini nə ilə vəsifləndirir? Birinci vəsif nədir? O da təfəkkür. O da gözəl bir ibadətdir. Təfəkkür etmək, yerlərin və göylərin yaradılışını təfəkkür etmək, gecə və gündüzün bir-birini əvəz etməsi. Yəni, Allah Azza və Cəllənin yaratdıqlarını təfəkkür etmək insanın imanına gözəl bir təsir verir. Və onlara Allah Azza və Cəllə ağıl sahibləri olaraq adlandırır. Və sonra onlara bir dənə də vəsif verir ki, onlar ayaqda, oturulu və uzanlı bir şəkildə Rəblərini zikr edirlər. Hər hallarında Rəblərini zikr edirlər. Biraz öncə də hədisdə dedik, bu Allah Resulü sallallahu aleyhi və səlləmin və əshabının da vəsifidir ki, onlar hər daim zikr edirdilər Rəblərini. Ona görə Allah Azza və Cəllə onlara dünyanın qapılarını açdı, onlara xeyirlər verdi, onlara bu qədər fəzilətlər verdi. Bugün baxırıq ki, müsəlmanların bu qədər zillət içərisində olmasının səbəbi nədir? Zikirdən uzaq olmaq, dünyaya meyl eləmək. Gözümüzün qabağında neçə il Fələstində 2 il dalbadal müsəlmanlara zülm olundu. Bu qədər adını müsəlman qoyan dövlət var, bu qədər millət var, amma heç bir şey olmadı. Niyə? Çünki orada kafirlər müsəlmanlara zülm eləyəndə, digər müsəlmanlar, bizlər dünyamız üçün çalışırdıq. Heç yadımıza da gəlmirdi bu. Necə yardım eləyək? Bunlar hamısı nədir? Yəni, bu izzəti verən Allah Azza və Cəllə nə oldu ki, müsəlmanlardan bu izzət aldı? Çinə qədər gedib çıxan müsəlmanlar necə oldu ki, birdən-birə bu zillətə düşdülər? Alparslanın oğlu Məlikşah fəth eləyərək gəlib Şama çatanda, dənizə gəlib çatanda, torpağa əlini alır, deyir, mənə qurularda yerləri bitirib, dənizə suya gətirib məni çatdıran Allah həmd olsun. Yəni, artıq o qədər fəth elədim ki, İslam uğrunda yerləri. Gəldim, artıq suya çıxdım da, torpaqda bir şey qalmadı ətrafında. Yəni, o haldan, müsəlmanlar, yəni o izzətli haldan gəlib necə zillətli bir vəziyyətə düşürlər ki, kiçik topluluqlara belə söz keçirdə bilmirlər. Hamısı nədir? Zikirdən uzaq olmaq, dünyaya meyl eləmək. Və həmçinin İbn Ömər radiyallahu anhu buyurur ki, La tuksirul kəlame bi qayri zikrillah fə innə kəssətəl kəlame bi qayri zikrillahi teala qasvətun lil qalb və in əb'adən nəsi minallahi əl-qalbul qasi. Allahın zikrindən başqa kəlamı çoxaltmayın. Və bu çox Rasulullah sallallahu aleyhi ve sellemin çox gözəl bir tövsiyəsidir. Allahın kəlamından başqa kəlamı çoxaltmayın. Şübhəsiz ki, Allahın kəlamından başqa çoxaldılan kəlam qəlbi qatılaşdırar və Allahdan ən uzaq olan insanlar isə qəlbi qatı olan insanlardır. Görürsünüz, zikrin bir faydaları zikr edilir və zikirsizliyin də insana vermiş olduğu fəsadlar bunlardır. Nə qədər zikirdən uzaq qalırsan, qəlb qatılaşır. Qəlb də qatılaşanda günahlara açıq olur. Qulaq eşidir günahı, reaksiya vermir. Dil günahı edir, reaksiya vermir. Çünki işin əsli qəlbdə axı. Allah Resulü sallallahu aleyhi ve sellem nə buyurur? Ələ və innə fil cəsədi mudğa. İzə saləhət saləhəl cəsədi kulluhu və izə fəsədət fəsədəl cəsədi kulluhu ələ və hiyə qalb. Bədəndə bir ət parçası vardır. Əgər o islah olsa, bütün bədən islah olar. Əgər o fəsada uğrasa, bütün bədən fəsada uğrayar. Diqqət edin, o qəlbdir. Qəlbin də islah olması zikirləndir.
Fəsadı isə zikirsizliklədir. Yəni zikirdən başqa şeylərə yönəlmək, dünyavi mənfəətlərə yönəlmək, ancaq dünyanı danışmaq. Bəli, icazə verilib, dünyadan danışırdı sahabələr. Allah Resulü sallallahu aleyhi ve sellemə gəlib soruşurdular, əkinlə bağlı, suvarma ilə bağlı. Allah Resulü sallallahu aleyhi ve sellem onlara tövsiyə verir ki, siz bu işlərdə məndən daha yaxşısınız. Öz bildiyiniz, elmini daha yaxşı bildiyiniz işləri eləyin. Əlbəttə ki, dünyalıq da var. Biz bu dünyada yaşayırıqsa bunu da bilirik. Amma həyat dünya olmamalıdır da. Bizi Rəbbimizə bağlayan bəlli əsaslar var ki, insan o əsaslardan da qaçınmamalıdır, o əsaslardan da uzaq olmamalıdır. Bu birinci imanı qoruyan və ya imanı artıran səbəblərdən idi ki, daima Allah Azza və Cəllə zikr eləmək. Yəni, nə qədər ki, Rəbbini zikr eləyəcəksən, davamı da rahat olacaq. Çünki birinci başladığımız hədisdə nə dedik? Sahabə gəlib Allah Resulü sallallahu aleyhi ve sellemə soruşurdu ki, şəriətin əhkamları çoxaldı. Mənə artıq çətinlik var və mənə elə bir şey tövsiyə et ki, mən ondan bəhvət tuturum. Dilinlə Allah Resulü sallallahu aleyhi ve sellem tövsiyə eləmiş ki, dilin ancaq Allah'ı zikr etməklə islah olsun. Birinci budur. Dilimiz daim Allah Azza və Cəllə zikr eləyəcək ki, günahlardan çəkinəcəyik, günahlar etsək də tövbə qapısına hər zaman sığınacağıq. Yəni, bu şeylər gözəl qardaşlarım, yenə deyirəm. Günahsızlıq demək deyil, günah olacaq. Amma zikir səni ən azından tövbəyə yönləndirir. Biri var, sən o qədər qəlbini qatlaşdırasan ki, günahı edəsən və adiləşdirəsən, tövbə etməyəsən, Rəbbivə yönəlməyəsən, istiğfar etməyəsən. Biri də var, günahı bilirsən, onsuz da Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Adəm oğlu xətakardır. Onların ən xeyirliləri tövbə edənlərdir. Bilir ki, xətalarımız olacaq. Özü xattaun gəlir, çoxca xəta edəndir. Bilir ki, çoxca xəta eləyəcəyik. Amma ən azından tövbə eləyənlər olub, tövbə edənlərdən olub, xeyirlilərdən olmaq istəyiriksə, zikri özümüzdə birinci əsas olaraq tutacağıq. İkinci mövzu, imanı artıran ikinci səbəb, ölümü xatırlamaq. Muaz ibn Cəbəl radiyallahu anhu buyurur ki, biz böyük bir dəstə ilə 10 nəfər belə saflı otururduq və uzun və gənc bir oğlan ayağa qalxdı və Rasulullah sallallahu aleyhi və səlləmə soruşdu ki, ya Rasulallah, əyyül mümininə əfdal. Möminlər içərisindən ən fəzilətliləri hansılarıdır? Və Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, əhsanuhum xuluqa. Əxlaqı ən gözəl olanlar. Bu möminlər içərisində ən fəzilətli olanlardır ki, əxlaqı ən gözəl olanlar. Və davamında həmin o gənc soruşur ki, fəəyyül mümininə əkyəs. Bəs möminlər içərisindən ən ağıllı olanlar kimdir? Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, əksəruhum lil-muvti zikran və əhsənuhum ləhu isti'dadən. Ölümü çoxsa düşünən və ondan sonrasına azıqa hazırlayandır. Ağıllı möminlər. Hansı ki, biraz öncə Ali İmran surəsi 189, 190-cı ayətlərdə ağıl sahiblərini Allah Azza və Cəllə necə vəsfləndirmişdi? Ayaq üstə oturulu və uzanlı şəkildə Rəbbini zikr eləyəndə. Burada da Allah Resulü sallallahu aleyhi ve sellem möminlərin ən ağıllarının kimlər olduğunu bizlərə öyrədir. Ölümü çoxsa düşünən və ondan sonrasına azıqa hazırlayandır. Yəni biz bilirik ki, Allah həmd olsun, bunu hamı bilir. İman gətirən, gətirməyən, hər kəs bilir ki, ölüm haqdır və mütləq olacaq. Yəni ölümü inkar edən heç bir kəs yoxdur. Əfsuslar olsun ki, bizim ən zəif nöqtəmiz, pis nöqtəmiz nədir? Bunu unutmağımızdır. Bunu çoxsa zikr eləməməyimizdir. Necə Allah Azza və Cəllə buyurur ki, kullu nəfsin zəiqatul mevt və innəmə tuvəffəvnə ucurakum yevməl qiyamə fəmən zuhzihə anin nər və udxiləl cənnətə fəqad fəz və məl hayatud dünya illə mətəul qurur. Hər bir nəfis ölümü dadacaqdır. Və o gün hər kəsə etdiyinin qarşılığı veriləcəkdir. Kim ateşdən çıxarılıb cənnətə daxil edilərsə, o kəs qurtulmuşdur. Dünya həyatı oyun əyləncədən başqa bir şey deyil. Və insanı bu ölüm düşünməkdən, ölümü fikirləşməkdən alıqoyan, mane olan şey də bu dünya həyatının aldadıcı ləzzətidir. Oyun əyləncəsidir. Aparır da insan istər-istəməz. Buna əgər Allah Azza və Cəllə bir oyun əyləncə adlandırırsa, necə Hədid surəsində də Allah Azza və Cəllə buyurur ki, İ'ləmu ennəməl hayatud dünya la'ibun və ləhvun və zinətun və təfəxurun beynəkum və təkəthurun fil əmvali vəl əvlad. Bilin ki, dünya həyatı oyun əyləncədən, bərbəzəkdən, mal, dövlət artırmaqdan, bir-biriniz arasında fəxirlənməkdən başqa bir şey deyil. Yəni, dünya həyatının məşğələsi budur da, doğuluruq, oxuyuruq, sonra başlayırıq işləməyə, mal artırırıq, övlad artırırıq. O əsnada, o proseslər nəticəsində onun oyun əyləncəsinin içərisində dalırıq, gedirik. Bizi oyun əyləncədən çıxardacaq ən gözəl şey nədir? Ölümü xatırlamaq.
Ölümü xatırlayanda insan bilir ki, bu oyun əyləncənin, bu bərbəzəyin bir sonu var da, bu hardasa bitəcək. Və onun nə zaman bitəcəyini də bilmirik. Bəlkə bir an sonra ola bilər bu şey. Heç kim garanti verə bilməz ki, 70 il, 100 il, 200 il yaşayacaq. Bir dəqiqədən sonra da ölüm gəlib insan tapa bilər. Bunu düşünəndə insan artıq o həqiqətlə razılaşır, həqiqəti başa düşür ki, bu bəlli ömürlü həyatı bərk-bərk tutmağın mənası yoxdur. Əbədi həyata azuqə hazırlamaq lazımdır. Düşünün də, özünüz bir qiyas eləyin. Müvəqqəti dünya, əbədi bir axirət yurdu. Müvəqqəti dünya üçün çalışmağa dəyər, yoxsa əbədi axirət üçün çalışmağa dəyər? Əlbəttə ki, əbədi axirət üçün çalışmağa dəyər. Orada nə qazanırsansa əbədidir. Heç nə səndən azalmır. Əgər Allah Azza və Cəllə sənə nəim cənnətlərini verirsə, sən orada əbədi olaraq yaşayacaqsan. Belə bir şey yoxdur, oradakı iflas elədin, o nemətlər əlindən alındı. Amma dünya həyatının neməti gəlib keçicidir. Bugün zənginlik görərsən, sabah kasıbçılıq görərsən, daim insan imtihanda olur. Sahabilər var idi, iman gətirməmişdən öncə Musab bin Umeyr kimi. Zənginlik içərisində yaşayırdı. Məkkənin qadınları ölürdülər Musab üçün. Onun nəsil, nəzabəti, gözəlliyi, zənginliyi, boyu, buxunu, vəsifləri Allah Azza və Cəllə hər neməti ona vermişdi. Amma iman gətirdi, kasıblıqla imtihan olundu. Və Bədir günü şəhid olanda bir kəfəni də yox idi, onu dəfn eləsinlər. Başına çəkirdilər, ayağa çıxarırdı. Ayağına çəkirdilər, başı açıldı. Axırda Allah Resulü sallallahu aleyhi ve sellemə soruşurlar, başına çəkilir, ayağına da ot yığılır ki, bağlı qalsın. Zənginlik də var, kasıbçılıq da var. Yəni, dünya belədir. Amma axirət yurdunda Allah Azza və Cəllənin verdiyi nemətlər arta-arta gedir, orada azalma yoxdur. O halda belə qiyas eləyəndə görürsən ki, dünya, axirət həyatı daha önəmlidir. Bu dünyada olsa verilən sabah səndən alına bilir. Amma axirətdə verilən arta-arta gedir sənin üçün. Həmçinin Allah Azza və Cəllə buyurur ki, Yə eyyuhəl-ləzīnə əmənuttəqullaha haqqa tuqatihi və lə təmutunna illə və əntum muslimun. Ey iman gətirənlər, Allahdan haqqı ilə qorxun və yalnız müsəlmanlar olaraq ölün. Yəni Allah Azza və Cəllə bunu insan ancaq müsəlman ölə bilməsi üçün çoxca ölümü xatırlamalıdır ki, Allah Azza və Cəlləyə təslimiyyətini də yeniləsin. Allah Azza və Cəlləyə olan təslimiyyəti üzərində olan o səbəblərdən yapışa bilsin, onları artıra bilsin. Qul dediyimiz kimi nə qədər dünya xülyalarına dalsa, dünya həqiqətən bir bərbəzəkdə insanı aparır. Yəni insan zikr edir, bəlli bir müddət o zikirlə qəlbini islah edir. Yenə biraz dünyalıq bir şeylər olan ki, baxırsan ki, günlər, aylar, illər dünyalığa doğru gedir. Şeytan da öz işini görür də, yəni ki, o da bizim ən böyük düşmənimizdir. İmam Bilqiv Rahiməhullah Tariqatul Muhammediyyə kitabının müqəddiməsində belə bir məsələyə toxunur ki, şeytan insanın ən böyük düşmənidir və o insandan əsla əl çəkmir. Birinci istəyir ki, insanı kafir eləsin, müşrik eləsin. Yəni, imanını tamamilə əlindən alsın və cəhənnəm əhlinə eləsin. Gördü, bunu bacarmır, insan iman gətirdi. Başlayır onu haramlara salmağa, zülmə salmağa ki, fasik olsun, zalim olsun, cəhənnəm ateşini görmüş olsun. Gördü, bunda bacarmır. Başlayır onun müstəhəblərindən, gözəl əməllərindən almağa ki, cənnəti qazanırsa da ən uca mərtəbəsini qazanmasın. Yəni, heç cür səndən əl çəkməyən bir düşmənin var. Nə qədər imanlı olursan ol, nə qədər cənnəti qazanan bir qul olursansa ol, o yenə axıra kimi dirənir ki, nəyisə səndən alsın. Yəni, axirətdə qazanacağın hansı arzugəni sənin əlindən alsın. Belə bir düşmən qarşısında müsəlman necə olmalı? Donanımlı olmalıdır da türklər demiş. Qalası qüvvətli olmalıdır. O qalanın qüvvəti də nə iləndir? Zikirləndir, ölümü xatırlamaqlandır, tövbə iləndir. Yəni, bunlara riayət eləməliyik ki, biz bunlardan xeyir əldə edə bilək. Üçüncü səbəb elm. Yəni, insan, gözəl qardaşlarım, iman gətirir. Amma elmlənmədikcə qüvvətlənə bilmir. İmanındakı o yəqinliyi artıra bilmir. Elm insanın yəqinliyini artırır, elm insanı şübhələrdən çəkindirir, elm insanı ibadətlərini daha da artırmağa səbəb olur. Mən həmişə bir şey misal verirəm. Yəni, düşünün, bütün namazları İxlas, Fələq, Nas surələrindən oxumaq, bir də Qurandan surələr əzbərləmək və qiyamda uzun-uzun qalmaq. Bir də onu başa düşmək. Hansı sizcə daha insana namazda qalacaq o zövqü verər, imanı verər? Əlbəttə ki, namazı uzun qılmaq, aram-aram oxumaq, mənasını başa düşərək oxumaq, təfəkkür edərək oxumaq insana fayda verər. Bəzən namazı elə gətiririk ki, tez işim var, tez namazı qılım onu eləyim, tez namazı qılım bura gedim, namazı qılım harasa gedim. Namaz olub bilsən necə, araya salınan, tez tələm-tələsi görülən işlərin bir parçası da, yəni ki,
Gedəcəm harasa şəhərə tez burada namazı qılım çıxım. Yox qardaş, elə namazı əsas üstündə durmalısan. Yavaş-yavaş, aram-aram qılmalısan, işindən azaltmalısan. Biraz oradakı planı və elə qur ki, namaz və əngəl olmasın. Biz nə edirik? Məsəl üçün namazı araya sal. Bunlar hamısı nədən şeydir? Çünki elmlənmədikcə insan o Allah Azza və Cəllənin ona verdiyi nemətin də qədrini bilmir ki, namaz əslində necə gözəl bir şey ki, Allah Resulü sallallahu əleyhi və səlləm gözümün nuru adlandırır namazı. Allah Resulü sallallahu əleyhi və səlləm gözünün nuru olan namaz bizim də gözümüzün nuru olmalıdır. Amma onun gözünün nuru olduğunu bilmək üçün elm olmalıdır insanda ki, o elm üzərində namazda sabit qalsın. Necə Allah Azza və Cəllə buyurur ki, Şəhidallahu ənəhu la iləhə illə huvə vəl mələikətü və ulul ilmi qaimən bil qist. Allah, mələkləri və elm sahibləri ədaləti ayaqda tutaraq Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına şəhadət gətirdilər. Baxın, İmam Qurtubi rahimehullah buyurur ki, əgər yer üzündə alimlərdən daha şərəfli bir topluluq olsaydı, mütləq Allah Azza və Cəllə özünün və mələklərinin yanında alimlərin adını zikr edərdi. Yəni Allah qatında alimlər bu qədər uca və şərəflidir ki, onlara Allah Azza və Cəllə ədalətə şahidlik göstərmək, həmin o la iləhə illallah kəlməsinə şahidlik göstərmək üçün adlarını zikr edir. Bu onun üstünlüyünü göstərir. Həmçinin Allah Azza və Cəllə nə buyurur? İnnəmə yaxşallaha min ibadil uləmə. Qulları içərisindən Allahdan ən çox qorxanlara alimlərdir. Təfsirlərdə gəlir ki, burada qəsd olunan alimlər o 20 illik, 30 illik bir elmin nəticəsi yox. Rəbbini tanıyan qullardır, dinini tanıyan, bilən qullardır. Düşün, sən Allah Azza və Cəllənin isimlərini bilirsən və Rəbbi və Allah Azza və Cəllənin isimləri ilə dua edirsən. Əlbəttə ki, sən Allahdan daha çox qorxarsan. Sən çünki Allahın isimlərini bilirsən, mənalarını bilirsən, dərk edirsən, dəlillərini bilirsən və ya Allah Azza və Cəllənin əhkamlarını bilirsən, halallarını, haramlarını bilirsən və buna əməl edirsən. Əlbəttə ki, Allah Azza və Cəlləni bilən qul daha üstündür. Daha öyrənən qul daha üstün olur. Həmçinin Allah Azza və Cəllə Taha surəsində buyurur ki, və qul Rabbi zidni ilmən, de ki, ey Rəbbim elmimi artır. İbn Həcər Əsqəlani rahimehullah bu ayətlə bağlı buyurur ki, vadihud dalalati fi fadlil ilm li'anna Allah lam ya'mur nabiyyehu bi talabil izdiyad min şey'in illa minel ilm. Bu ayə deyir, elmin fəzilətinin apaçıq dəlilidir. Çünki Allah Azza və Cəllə öz nəbisinə elmdən başqa bir şeyin artırılması üçün dua etməsini istəməmişdir. Bax, əmr edir orada. Və qul Rabbi zidni ilmən, de ki, ey Rəbbim elmimi artır. Və İbn Həcər Əsqəlani rahimehullah buyurur ki, Allah Azza və Cəllə öz nəbisinə elmdən başqa bir şeyin artırılması üçün dua etməsini tələb etməyib. Allah Resulü sallallahu əleyhi və səlləm o qədər əziyyətlər görüb, amma o tələb olunmayıb ondan ki, əziyyətlərə görə Rəbbinə dua eləsin ki, onun üçün asanlaşdırsın. Kasıbçılıq görüb, ruzi üçün istəməyib. Amma elm üçün, çünki elm elə bir nurdur ki, elm əslində səni hər cür sıxıntıdan çıxardır. Nə qədər çox elmlənirsən, nə qədər çox öyrənirsən, o qədər çox sən sıxıntılardan çıxacaqsan. O qədər üstün olacaqsan Allahın üstündə. Və bir dövrə biz baxırıq ki, o İslamın türklər demiş, altın çağı var idi də, orta əsrlərdə, hansı ki, kafirlər belə heyrətlə baxırdılar müsəlmanların ecadlarına, elmi istinadlarına və s. Hətta bugün belə özləri etiraf edirlər ki, Əndülüs fəth olunan zaman, yəni fəth deməyək, kafirlər tərəfindən istila olunan zaman, o deyir, kitabxanalar yanmasaydı, biz hələ nələri izah edib, nələri ortaya qoyardıq. O günkü dövrdə alimlərin yazmış olduğu o kitablardan nələr götürdülər, ondan bugün nələr ixtira edildilər. İbn Xaldun ilk dəfə sosiologiya elmini ortaya çıxardı. Müamilətlər fikrində sosiologiya. İbn Xaldun bunu daha düzgün, tərtibli şəkildə ortaya qoydu. 17-ci əsrin sonları, 18-ci əsrlərin ortalarında sosiologiya elmini ortaya çıxartdılar. Adı qaldı ki, güya bu elmi kafirlər çıxartdı. Amma halbuki oxuyursan, baxırsan ki, yəni İbn Xaldundan oğurlama və o dövrün alimlərindən oğurlama elmlərdir. Çingiz xan, onun oğulları, nəvələri Bağdadın kitablarını yandırmasaydılar və ya dənizlərə tökməsəydilər, Bağdadın fəthi zamanı artıq şey dağıldı. Onunla Abbasilər dövləti sükuta uğrayırdı Bağdad fəth olunandan sonra. Bu Monqollar kitablar soruşulur, Hülagu xandan soruşulur ki, bu kitabları nə edir? Tök hamısını çaylara. Adamların heç bir dəyəri yoxdur axı. Çaylar deyir, qara mürəkkəb rəngində axırdı. Amma kafirlər, xristianlar onu nə edilər? Onları götürüb istifadə edilər, ixtiralar eləməyə başladılar. İndi onların bəziləri insaflıdır, etiraf edir, bunun kitablarına yazır.
Biz də oradan oxuyub görürük ki, həqiqətən də bunlar o əsrlərdə bunlardan istifadə edir. Bəziləri isə özlərini yenə çəkirlər məsələn. Hətta bu Türkiyədə Fuad Sezgin var, onun bir dənə belə bir kitabı var. Müsəlmanların ixtira elədiyi, amma kafirlərin sahibləndiyi məsələlər. Nələri yəni çox bu vardı, faydalar çoxdur. Yəni, hansı ki o dövrdə, qızıl dövrdə müsəlmanların elmə yiyələnib, elmi qoruduqları o dövrdə, yəni həqiqətən müsəlmanlar çox şeylər ixtira elədilər, çox şeylər öyrətdilər Allahın izni ilə. Sadəcə indi elə bir dövr gəldi ki, elm istər-istəməz buraxıldıqca, zəiflədikcə o şeydə müsəlmanlardan alınmış olur. Həmçinin Allah Azza və Cəllə buyurur ki, "Yərfə'illahu ellezine amanu minkum vellezine utul ilme dərəcət." Şübhəsiz ki, Allah Azza və Cəllə sizlərdən iman gətirənlərin və elm sahiblərinin dərəcələrini yüksəldər. İman gətirmək və elm sahibi olmaq. Yəni, elm bizi Allah həmd olsun qurtaran bir nurdur. Onun üzərində bərk-bərk durmaq lazımdır. İnsan daim oxumalıdır, özünü yeniləməlidir. Elə ən birinci Quran-Kərimi oxumalıdır. İnsan özündə düşünməlidir. Mən Rəbbimin kitabını bu yaşıma qədər neçə dəfə oxumuşam? Neçə dəfə mən anlamağa çalışmışam o kitabı ki, Allah Azza və Cəllə orada mənə nə əmr edir. Burada ərəb dilindən söhbət getmir. Azərbaycan dilində də var Quran-Kərim. Açsın, oxudun. İnsan əslində özlüyündə fikirləşməlidir də bunu ki, mən nə qədər Rəbbimin əmirlərini oxuyuram. Allah Azza və Cəllədən bizə əmirlər və qadağalardan və qissələrdən ibarət bir kitabdır və onun hər hərfində 10 əcr var. Necə Allah Resulü sallallahu aleyhi və səlləm ki, mən sizə deyirəm, əlif, ləm, mim, bir əlif ayrı, ləm ayrı, mim ayrı. Hər hərfində 10 əcr olan bir kitabdır. Biz onu əlhəmdə oxumalıyıq ki, həm əcr qazanaq, həm də anlayaq ki, Rəbbimiz bizdən nələri istəyir orada. Və o elə bir kitabdır ki, hər oxuyanda yeni şeylər görürsən. Bu səfər oxuyanda nəyisə diqqətindən qaçıb, nəyisə fikirli olmuşsan, gələn oxuyanda görürsən ki, subhanallah, Allah Azza və Cəllə necə gözəl mənə hər şeyin yolunu göstərir ki, bu dünya həyatında imanlı olmaq üçün, cənnəti qazanmaq üçün hər yolu göstərir də Allah Azza və Cəllə. Sadəcə oxumaq, elmi artırmaqla bunu uzatmaq lazımdır. Həmçinin Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, mən yuridillahu xeyran yufəqqihu fiddin. Allah Azza və Cəllə dində kimin xeyrini istəyərsə, onu dində fəqih edər. Yəni, anlayış sahibi eləyər, uzaq görən eləyər və o fəqihlik lazımdır biz. Yəni, oxumalıyıq ki, Allah Azza və Cəllənin o dediyi fəqihliyə və xeyrə nail olmuş olaq. Vəlhasıl, qardaşlar, yorulmadıqsa bir dənə də məsələni deyək, o da şeydir, çoxdur səbəblər. Bunu da deyim inşallah. Yəni, birinci dedik ki, zikir, ikinci ölümü xatırlamaq, üçüncü elm. Elm barədə düzdür, danışmaq hər biri barədə çoxdur dəlillər. Mən qısa-qısa keçirəm, çox uzatmayayım. Dördüncüsü isə Allah Resulü sallallahu aleyhi və səlləmi hər şeydə özünə nümunə götürmək. Necə? Allah Azza və Cəllə Əhzab surəsində buyurur ki, "Laqad kana lakum fi rasulillahi uswatun hasanatun limen kana yarjullaha vel yevmel ahir və zəkarallaha kəsiran." Allaha və axirət gününü uman və Allahı çoxca zikr eləyənlərdə Allahın Rasulunda nümunələr, gözəl örnəklər vardır. İbn Kəthir rahimehullah bu ayətin təfsirində buyurur ki, kim deyir həyatını İslam üzərinə düzgün qaim eləmək istəyirsə, Allah Resulü sallallahu aleyhi və səlləm özünə nümunə götürsün. Çünki Allah Resulü sallallahu aleyhi və səlləmin həyatında hər şey bizə öyrədilib, hər şey var. Hər şey bizə yönləndirilib. Bir insan müsəlman kimi, əsl mömin kimi yaşamaq istəyirsə, qayısın Allah Resulü sallallahu aleyhi və səlləmi özünə hər bir məsələdə nümunə götürsün. Ailə məsələlərində, qonşuluq haqlarında, qardaş haqlarında, valideynlərimizin haqlarında, Rəbbimizlə aramızda olan haqlarda, qəzəbli hallarda, kədərli hallarda, sevincli hallarda. Yəni Allah Resulü sallallahu aleyhi və səlləm bunların hamısını yaşayıb deyə, yəni Allah Azza və Cəllə onu hər cür əziyyətlərdən keçirdib deyə, kasıbçılıq, zənginçilik, köç, hicrət, ən böyük əziyyətləri görüb deyə, onun həyatında hər bir nümunə var Allahın istəyirlər. Heç biz o nümunələrə çata bilmirik. Yəni 50 il, 100 il ömür yaşayırıq. Heç Peyğəmbər sallallahu əleyhi və səlləm 23 ildə yaşadığının və heç 10%-ni bir çoxlarımız hələ yaşamır. Onun gördüyü əziyyətlər. Ən azından mən həmişə deyirəm ki, yəni 6 övladını yaşayarkən ölümünü görmüş bir atadır da Allah Resulü sallallahu əleyhi və səlləm. Bizdə elə olur, bir övlad və ya bir yaxını itiririk, ömür gedir də onun dərdi, fikri. 6 övladın, belə deyim də, ölümünü görmüş bir ata. Hər cür nümunə verir Allah Resulü sallallahu əleyhi və səlləmdə. Yaxşı bir ərdir, yaxşı bir komandirdir, yaxşı bir dostdur, yaxşı bir müəllimdir, yaxşı bir ataydı. Yəni Allah Resulü sallallahu aleyhi və səlləm insana verilən hansı vəsiflər varsa, o vəsiflərin hamısının ən yaxşısıydı Allah Resulü sallallahu aleyhi və səlləm. Əgər biz də istəyiriksə yaxşı bir ər olaq, qaydacaqsan Allah Resulü sallallahu aleyhi və səlləmin xanımlarıyla münasibətinə baxacaqsan. Ən gözəl qissələrdən biri nədir?
Allah Resulü sallallahu aleyhi ve sellem Ayşe radiyallahu anh'ın yanında olanda Safiye anamız yemek gönderir. Ayşe radiyallahu anh'a tüklər demiş, durur mu hiç? Qısqanar götürər, vurar yerə, qırar yeməyi. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Ayşe ananız deyir, qəzəbləndi. Yəni insanların gördüyü yerdə oldu. Ay, biz olsaydıq orada, Allah bizi ıslah eləsin. Nələr olardı da başa düşürsən. Amma ya baxırsan, heç gülür, deyir. Ayşe ananız deyir, qəzəblənib. Bununla yola verir. Belə deyim də. Yəni, göstərir ki, bax, qadına qarşı ilgi belə olmalıdır, qadına qarşı səbir belə olmalıdır. Hətta hədis də var bu arada. Qadın deyir, qəzəblənəndə vadinin başı ilə sonunu bir-birindən ayıra bilməz. Hətta təkfir kitablarında alimlər qadının qısqanclığını müzakirə ediblər ki, təkfirə üzürdü yoxsa yox. Görün, qadının qısqanclığı. Qadının qısqanclığı, yəni küfrə maneə görülüb. Yəni bu qədər, yəni ağıl başdan gedir. Qadın qısqandıqca ağıl başdan gedir. Yanında kim var, kimə qarşı nə edir, unudur bəzən. Amma ən gözəl nümunə nədir? Allah Resulü sallallahu əleyhi və səlləm. Ayşə anamız qəzəblənmişdi. Yəni həqiqətən elədi. Allah həmd olsun. Peyğəmbər sallallahu əleyhi və səlləm səbirli idi, təmkinli idi, qəzəbləndiyi anlar da var idi Peyğəmbər sallallahu əleyhi və səlləmin. Əbu Zər radiyallahu anhu Bilala qara qadının oğlu deyəndə Allah Resulü qəzəblənirdi. Səndə hələ Əbu Zər cahiliyyənin əlamətləri qalıb. Baxırsan ki, yəni Allah Resulü sallallahu əleyhi və səlləm qəzəbləndiyi yer var idi. Allah Resulü sallallahu əleyhi və səlləmin əsəbləşdiyi yer var idi. Hər halda, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm həyatında nümunə götürəcəyimiz şeylər çoxdur. Muaz bin Cəbəl radiyallahu anhu bir gün Peyğəmbər sallallahu əleyhi və səlləmə deyir ki, ey Allahın Resulü, mənə elə bir şey öyrət ki, mən onu edəndə Allah azza və cəllənin ateşindən qurtulun və cənnətini qazanın. Və Peyğəmbər sallallahu əleyhi və səlləm düşünüb deyir ki, ey Muaz, sən çox əzəmətli bir şey istəyirsən, amma Allah azza və cəllə müvəffəq etdiyi insana bu asanlaşıb. İstədiyin əzəmətli bir şeydir, böyük bir şeydir, amma Allah azza və cəllənin müvəffəq etdiyi insan üçün bu asanlaşıb. Və başlayır orada fərqli İslamın 5 şərtindən danışmağa, gecə namazından danışmağa, sədəqənin suyun ateşi söndürdüyü kimi cəhənnəm ateşini söndürməkdən danışmağa və sonunda deyir ki, bunların hamısının miləkini, özətini, nəticəsini sənə deyim, deyir, ey Allahın Resulü. Və dilini çıxardıb deyir ki, dilini qorumağın kifayətdir. Və Muaz radiyallahu anh deyir ki, ey Allahın Resulü, məgər biz danışdıqlarımıza görə hesab verəcəyik. Və Allah Resulü sallallahu əleyhi və səlləm ki, anan səni etirsin, ey Muaz. Məgər insanların üzü üstə və belləri üstə sürüklənib cəhənnəmə atılmalarının səbəbi dilləri ilə qazandıqları deyilmi? Və görürsən, Allah Resulü sallallahu aleyhi və səlləm gözəl bir müəllimdir burada. Sahabə bir şey soruşur. Və Allah həmd olsun, ona bunun ən gözəlini öyrədir. Həm orada fərzlərə, şərhində hədis, uzun hədisi şərhində gəlir ki, Allah Resulü sallallahu aleyhi və səlləm İslamın 5 əsasına toxunur. Cihada toxunur, ribata toxunur, sədəqəyə toxunur və ən sonunda gəlir dili qorumağa toxunur. Yəni, bir hədisin içərisində cəvamiül kəlim idi. Yəni, az sözlə çox şey ifadə edən idi Allah Resulü sallallahu aleyhi ve sellem. Bir hədisin içində Muaza həyatı boyu eləyəcəyi əməl öyrədir. Namaz qıl, zəkat ver, oruç tut, cihad, sədəqə, ribat, dili qoruma. Yəni, insan bunu elə ömrünün axıra kimi eləsə, ona deyir kifayətdir Allah aslında. Həmin kəs həqiqətən də Allah azza və cəllə ateşindən qurtulub cənnətinə daxil olan insandır. Ona görə Allah Resulü sallallahu aleyhi ve sellemdə gözəl örnəklər var. Amma kim üçün? Ayətdə necə buyurur? Allahı və axirət günü uman və Allahı çoxsa zikr edənlərdən. Allahı zikr eləməlisən ki, Rəsuluna yönələsən. Allahı və axirət günü ummalısan ki, Rəsuluna yönəlməlisən. Bunu eləsən, Allah həmd olsun. Bu 4 əsas səbəbdən yapışsa bir qul, zikir, ölümü xatırlamaq, elm və Allah Resulü sallallahu aleyhi və səlləmə özünə ən gözəl nümunə götürsə, əlhamdülillah, o kəs belə deyir də, özünü bu səbəblərdən tutunaraq qurtara bilər. Allah azza və cəllə bizi eşitib faydalanan qullarından etsin, əmin. Allah azza və cəllə bizim məclisimizi xeyir məclislərindən etsin, əmin. Allah azza və cəllə bu məclisimizi Allah azza və cəllənin razılığını qazanmağa bir vəsilə eləsin, əmin. Vəlhamdülillahi Rabbil aləmin.